Qoç bürcü. Günün əvvəlində daha çox iş görməyə çalışın. Bu əlverişli vaxt həm tanış, həm də tamamilə yeni bir çox iş üçün uyğun olacaq. Cəsarətli təşəbbüslər şansla qarşılanacaq. Lakin həqiqətən parlaq nəticələr əldə etmək səy tələb edəcək. Tək başına getməsəniz, bir çox şey daha yaxşı nəticə verəcək. Etibarlı müttəfiqləriniz varmı? O zaman onların dəstəyini almağa tələsin. Köhnə tanışlarınıza etibar edə biləcəyinizdən əmin deyilsiz. Yenilərinə daha yaxından baxın. Onların arasında çox maraqlı və xoş insanlar tapa bilərsiniz. Təhsilinizdə və məlumat axtarışı və təhlili ilə bağlı hər hansı bir məsələnin həllində uğur qazanmaq ehtimalı var. Çox diqqətli və ciddi olacaqsınız. Buna görə də heç nəyi qaçırmayacaqsınız və düzgün nəticələr çıxaracaqsınız. Günortadan sonra müsbət tendensiyaların təsiri daha az nəzərə çarpacaq. Bu zaman daha diqqətli davranmaq, mümkün olduqda tənəsik qərarlardan və tələsik hərəkətlərdən çəkinmək yaxşıdır. Pulunuzu riskə atmamağa çalışın. Buğa bürcü. Xırda şeylərə vaxt itirməyin. Bugün əlverişli gündür və potensialından tam istifadə etmək üçün sizin üçün ən vacib olan şeylərə diqqət yetirməyə dəyər. Əsas maraqları peşəkar sahədə olan buğa bürcü, işdə necə uğur qazanmağı başa düşəcək. Bu bürcün bəzi nümayəndələri faydalı əlaqələr qurmaq və ya böyük işlər görə bilən insanlarla birgə müəssisələr barədə razılığa gəlmək imkanı əldə edəcəklər. Son zamanlar maliyyə məsələləri ilə məşğul olanlar gəlirlərini artırmağın və ya mövcud vəsaitlərini necə ən yaxşı şəkildə idarə etməyi başa düşməyin yolunu tapacaqlar. Şəxsi münasibətləri ilə daha çox maraqlananların da şikayət üçün səbəbi olma ehtimalı azdır. Burada yaxşılığa doğru dəyişikliklər ehtimalı yüksəkdir. İntuisiyanıza qulaq asın. O, sizə yaxınlarınızla necə davranmalı olduğunuzu və sevdiyiniz insanların sevgisini qazanmaq üçün nə etməli olduğunuzu deyəcək. Bugün ilk görüşə gedən buğalar hadisələrin necə getməsindən məmnun qalacaqlar. Əkizlər bürcü. Gün xoşagəlməz sürprizlər gətirə bilər. İşdə və evdə kiçik anlaşılmazlıqlar, eləcə də işlərdə gecikmələr ehtimal olunur. Vacib məqsədlərə çatmağı gözləyiyorsunuzsa, səy göstərməyə hazır olun və yolda gözlənilməz maneələr yaranarsa, təəccüblənməyin. Hər şeyin öhdəsindən gəlmək üçün əzmkarlıq tələb olunacaq. Günün əvvəlində müttəfiqlərinizdən dəstək ala bilərsiniz. Amma sonradan problemlərin öhdəsindən gəlmək üçün tək qalmaq riski ilə üzləşə bilərsiniz. Belə anlarda müsbət baxış bucağını və uğura inamınızı qorumaq çox vacibdir. Bütün əkizlər üçün bu asan olmayacaq. Bəziləri keçmiş səhvlərini və öhdəsindən gələ bilmədikləri işləri xatırlayaraq narahat olmağa və özlərinə şübhə etməyə başlayacaqlar. Unutmayın, qələbələriniz və nailiyyətləriniz üzərində düşünmək daha faydalıdır. Bu düzgün düşüncə tərzinə gəlməyinizə kömək edəcək. Yaxınlarınızla fikir ayrılıqları mümkündür. Çox güman ki, bunlar əhəmiyyətsiz məsələlərlə bağlı olacaq. Amma dəyər verdiyiniz insanları dinləmək və anlamaq, şərhlərini qulaq ardına vurmamaq və istəklərini yadda saxlamaq vacibdir. Xərçəng bürcü. Günün başlanğıcı işgüzar baxımdan əlverişli olacaq. Bu, əvvəllər çətinlik çəkdiyiniz məsələlər də daxil olmaqla, vacib məsələləri həll etmək üçün əlverişli zamandır. Həmkarlarınıza və rəhbərliyinizə dərhal müraciət edəcək ideyalar ortaya çıxara bilərsiniz. Çoxları sizin yeni tərəfinizi görəcək və istedadlarınızı və biliklərinizi qiymətləndirməkdə səhv etdiklərini anlayacaqlar. Biraz sonra bu insanların sizə əlverişli şərtlərlə tərəfdaşlıq və ya yeni iş təklif etməsi mümkündür. Daha sonra maliyyə məsələlərinə diqqət yetirə biləcəksiniz. Pul məsələsinə gəldikdə isə diqqətinizi olduqca ehtiyatlılıqla yönəldirsiniz. Bu dövrdə təşkilati məsələlərə və sənədləşmə işlərinə diqqət yetirənlər heç bir problem yaşamayacaqlar. Amma ünsiyyət baxımından bütün gün olduqca çətin ola bilər.
Bəzi xərçənglər hətta ən yaxın dostları ilə belə yola getməkdə çətinlik çəkəcəklər. Uzun müddətdir davam edən fikir ayrılıqları alovlana bilər və vəziyyəti düzəltmək və açıq münaqişədən qaçınmaq üçün çox səbirli və nəzakətli olmalısınız. Şir bürcü. Əgər bu gün üçün böyük planlarınız varsa, onları mümkün qədər tez həyata keçirməyə başlamalısınız. Səhər xüsusilə əlverişli olacağına vəd edir. Xüsusən də başqalarının fəal iştirakını tələb edən layihələr üçün. Əvvəllər iştirak etmək istəməyənlərlə belə tez bir zamanda razılığa gələcəksiniz. Sizə maraqlı bir şey təklif oluna bilər. Amma razılaşmadan əvvəl daha çox məlumat toplamalısınız. Təəssüf ki, kiminsə sizi yanıltmağa çalışması riski var. Xoş tanışlıqlar mümkündür. Bəzi şirlər eyni düşüncəli insanlarla tanış olacaq və tez bir zamanda dostlaşacaqlar. Romantik münasibətlər də mümkündür. Bunun dərhal baş verməsi ehtimalı azdır, amma çox gözləməli olmayacaqsınız. İntuisiyanıza etibar edin. O sizi düzgün istiqamətə yönəldəcək. Günortadan sonra müsbət tendensiyaların təsiri daha az nəzərə çarpacaq. Bu vaxt adi fəaliyyətlər və tanış problemlərin həlli üçün əlverişlidir. Bu vaxtı istirahətə həsr etməyə qərar verən şirlər də məmnun olacaqlar. Qız bürcü. Səbirli olun. Bugün hadisələr istədiyinizdən biraz daha yavaş inkişaf edəcək. Bəzi qız bürcləri başqalarının vədlərini yerinə yetirməsini gözləməli olacaqlar. Narazılıq göstərməmək və mümkün olduqda müsbət baxış bucağını və hər şeyin yaxşı olacağına inamınızı qorumaq vacibdir. Unutmayın, əgər siz əsəbiləşməyə başlasanız və başqaları bunu hiss etsə, bütün problemlər daha da pisləşə bilər. Əgər kimsə sizi qəsdən narahat etməyə və ya biliklərinizi öz mənfəəti üçün istismar etməyə çalışırsa, ehtiyatlı olun. Təəssüf ki, başqasının intriqaları və manipulyasiyaları səbəbindən əziyyət çəkmək riski var. Ən yaxınlarınızla vaxt keçirməkdən zövq alacaqsınız. Onlar istənilən çətin vəziyyətdə yanınızda olacaq və lazım gələrsə sizə dəstək olacaqlar. Onlarla söhbətləriniz günortadan sonra əhvalınızı xeyli yaxşılaşdıracaq. Bu, ailə tədbirləri, dostluq görüşləri və romantik görüşlər üçün əlverişli zamandır. Tərəzi bürcü. Tələsməlisiniz. Müsbət tendensiyaların təsiri günün ilk yarısında xüsusilə güclü olacaq. Bu zaman vacib məsələləri planlaşdırmaq, ciddi söhbətlər aparmaq və sizi və yaxınlarınızı narahat edən məsələlərin həlli üçün vaxtdır. Uzun müddətli planlar qurmağınıza kömək edəcək məlumatlar ala bilərsiniz. Potensial tərəfdaşlar və işə götürənlərlə müsahibələr və görüşlər yaxşı keçəcək. Lakin unutmayın ki, bu müddət ərzində əldə edilən hər hansı razılaşma ilkin xarakter daşıyacaq. Günün əvvəlində kömək tapmaq nisbətən asan olacaq, amma sonradan müstəqil hərəkət etməli olacaqsınız. Hətta uzun müddətli dostlarınızdan və etibarlı müttəfiqlərinizdən gələn məsləhətlər belə yalnız çaşdırıcı ola bilər. Buna görə də öz bilik və təcrübənizə güvənməyə çalışın və intuisiyanızın siqnallarını dinləyin. Şəxsi münasibətlərdə müsbət tendensiyalar əhəmiyyətli dərəcədə təsir göstərəcək. Dostlar sizi xoş xəbərlərlə sevindirəcək və ya maraqlı bir şey təklif edəcək, sevdiyiniz insan isə sizi xoş bir hədiyyə ilə təəccübləndirə bilər. Təşəbbüs göstərmək və bəyəndiyiniz birinə doğru ilk addımı atmaq üçün əlverişli gündür. Əqrəb bürcü. Bugün yaxşı gün olacaq, amma rahatlamayın. Əgər şansa çox güvənirsinizsə və sadəcə hərəkətə keçmədən uğura inanırsınızsa, əhəmiyyətli qələbələr əldə etməyiniz ehtimalı azdır. Lakin ulduzlar hərəkətə keçməyə və səy göstərməyə hazır olan əqrəbləri dəstəksiz tərk etməyəcəklər. Bugün yeni başlandıqlar və cəsarətli təcrübələr üçün əlverişlidir. Lakin unutmayın ki, hər şey dərhal istədiyiniz kimi getməyəcək. İftiraçılıq, əzmkarlıq və səbir nəticə əldə etməyinizə kömək edəcək keyfiyyətlərdir. Bu bürcündən olanlar, pul və sənədlərlə məşğul olanlar, yaxud sorğu və hesabatlar hazırlayan insanlar diqqətli olmalıdırlar.
Bu xüsusilə günorta vaxtı vacibdir. Çünki vacib detalları qaçıra bilərsiniz. Çox fərqli insanlarla asanlıqla əlaqə qura biləcəksiniz. Bəzi əqrəblər əvvəllər hər şeyə görə mübahisə etdikləri insanlarla yola gedəcəklər. Əvvəllər gərgin olan münasibətlər daha əhəngdar olacaq. Oğatan bürcü. Günün əvvəlində əhəmiyyətli uğur gözləmək çox nikbin olardı. Bu dəfə çox güman ki, olduqca çətin olacaq. Artıq planlaşdırılanlara yeni tapşırıqlar əlavə oluna bilər. Və nəyi təxirə salacağınız və əvvəlcə nəyə diqqət yetirəcəyiniz barədə qərar verməli olacaqsınız. İntuisiyanıza qulaq asın. Onun siqnalları başqalarının məsləhətlərindən daha faydalı olacaq. Lakin mənfi təsir uzun sürməyəcək. Gün ortadan sonra işlər sürətlə yaxşılaşmağa başlayacaq. Çaşqınlıq içində olduğunuz suallara cavab tapacaqsınız və əhvalınızı qaldıracaq köhnə dostlarla əlaqə qura biləcəksiniz. İstirahət və ya peşəkar tədbirlərdə iştirak edənləri və ya ətraf mühitini dəyişdirməyə qərar verənləri xoş görüşlər gözləyir. Axşam saatlarında ortaya çıxan fikirlərə diqqət yetirin. Çox güman ki, bu zaman tanış şeyləri yeni bir işıqda asanlıqla görə biləcəksiniz və ya çoxdan tanış olan problemlərin həllinə yaradıcı yanaşa biləcəksiniz. Oğlaq bürcü. Kiçik çətinliklər mümkündür. Məsələn, bəzi oğlaqlar layihələri vaxtında başa çatdıra bilməməyə bilər. Çünki müttəfiqlər gözləntiləri doğrultmaya və ya ciddi səhvlərə yol verə bilərlər. Lakin bu, ciddi problemlərə gətirib çıxarmayacaq. Və biraz sonra sizin də onları geri qaytarmaq imkanınız olacaq. Günün ortasında vaxt itirməmək xüsusilə vacibdir. Bu dövr ciddi problemlərin həlli üçün xüsusilə əlverişli olacaq. Onlara diqqət yetirin. Müttəfiqlər axtara bilərsiniz. Təcrübəsi və biliyi sizin üçün faydalı olacaq insanlarla qarşılaşma ehtimalınız yüksəkdir. Həmçinin növbəti hərəkət istiqamətinizi müəyyənləşdirməyə kömək edəcək məlumatlar da ala bilərsiniz. Axşam ailədə xoş hadisələr və ya yaxınlarınızla bağlı xoş xəbərlər gətirəcək. Qeyri-rəsmi görüşlər, dostlar və ya ailə üzvləri ilə ünsiyyət və ya romantik görüş üçün uyğundur. Bəzi oğlaqlar çoxdan gözlədikləri etirafları eşidəcəklər. Dolça bürcü. Gün sizi sevindirəcək və təəccübləndirəcək. Qeyri-adi qarşılaşmalar, qəribə təsadüflər və hadisələr tanış şeylərə yeni bir baxış bucağından baxmağınıza kömək edəcək. Bir çox dolça bürcü tamamilə yeni bir şeyə hazır olduğunu hiss edəcək və vaxt olduqca əlverişli olacaq. Həmkarlar və rəhbərlik ideyalarınızı dərhal qiymətləndirəcək və çox güman ki, sizə onların həyata keçirilməsində kömək təklif olunacaq. Peşəkar tədbirlərdə iştirak edənlər köhnə işgüzar əlaqələri möhkəmləndirmək və ya yeni əlaqələr qurmaq imkanı əldə edəcəklər. Xüsusilə yaradıcı yanaşma tələb edən işlərdə uğur qazanacaqsınız. Akademik uğur da ehtimal olunur. Bir çox şey tez başa düşəcək, nəyin çətin göründüyünü anlayacaq və diqqətsizlikdən qaynaqlanan səhvlərdən qaçınacaqsınız. Ciddi yanaşma maliyyə məsələləri ilə məşğul olarkən də faydalı olacaq. Gün ailə tədbirləri və şənliklər, yaxınlarınızla vaxt keçirmək və dostlarla görüşmək üçün əlverişlidir. Romantik görüşlərə gedən dolça bürcülərini xoş sürprizlər gözləyir. Balıqlar bürcü. Gün sakit keçəcək. Baxmayaraq ki, o qədər də məhsuldar olmayacaq. Köhnə layihələri yekunlaşdırmaq və bəzi cari məsələləri həll etməklə başlamaq yaxşı olar. Gözlənilməz çətinliklər yaranmayacaq. Onların öhdəsindən yaxşı gələcəksiniz və heç kimin köməyinə ehtiyacınız olmayacağı ehtimalı azdır. Bu müddət ərzində ortaya çıxan ideyalara diqqət yetirməyə dəyər. Onları dərhal həyata keçirməyiniz ehtimalı azdır, amma biraz sonra planlarınıza qayıdıb istədiyiniz nəticəni əldə edə biləcəksiniz. Günün ortası ünsiyyətdə ehtiyatlı olmaq tələb edəcək. Hətta bir vaxtlar hər hansı bir sirri asanlıqla bölüşdüyünüz insanlarla belə həddindən artıq açıq olmaqdan çəkinin. Bu, problemlərə səbəb ola bilər. Emosiyalarınızı nəzarətdə saxlamağa
və keçici impulslara təslim olmaqdan çəkinməyə çalışın. Yaxınlarınızla fikir ayrılıqları və əhəmiyyətsiz məsələlərə görə mübahisələr mümkündür. Həmsöhbətlərinizi diqqətlə dinləmək vacibdir. Problemin sadəcə tez həll edilə bilən bir anlaşılmazlıq olması mümkündür. Daha sonra müsbət tendensiyaların təsiri güclənəcək və həyatınızın bütün sahələrində müsbət dəyişikliklər görəcəksiniz. Uzaqdan xoş xəbərlər almağınız mümkündür.